Salam əziz izləyicilər, mən bu gün sizə tanıtım videosu çəkmək istəyirəm. Deməli, mən ən çox verdiyim sual odur ki, kompüter göstəriciləri, müştərilərin də verdiyi cavab odur ki, bilmirik, onu necə yoxlaya bilək. Bu gün o videonu çəkirəm ki, siz də biləsiniz və artıq mövzumuzda, dialoqumuzda bir-birimizi yormayaq. Deməli, Windows R basmaqla belə də R tuşuna bastınız. Belə bir şey çıxacaq. Ekranınızda indi görəcəksiniz. İngilis əlifbasından yazısı D, X, D, A. Belə bir menü açılır. 2 dəqiqə səbirli olaq. Bu menü açılır. Və bu menüdə gördüyünüz kimi yazılır. D, Latitude, 5400, tutaq ki, göstəriciləri i5, RAM-ın ikinci ekrana keçirsiniz. Burada video kartası olur. Bəzən olur ki, video kartı 2 dənə olur. Onlar yan-yana olur. Bu birinci üsulu. İkinci üsulu. Daxil olursunuz Windows'a. Burada parametreler var. Parametrelerde sistema. Sistemada lap aşağıda olur asistemi. Bunu da atabilirsiniz. Bir de başka bir üsul da var. Üçüncü üsul. O üsul da en çok böyle olur. Papkaya daxil olursunuz. Moy Computer. Moy Computer'ın yanında burada switch sistemi olur. Burada daxil olursunuz. Burada svojstva var. Xüsusiyyətləri, svojstva. Yenə də bu hissəsini bizə atırsınız. Bir də verilən suallardan biri dispatcher zadac və yaxud da şey. Onu da bu cürünə daxil ola bilirsiniz. Parametrelərə daxil olursunuz. Və burada sistema haqqında var. Burada da dispatcher. Dispatcher'ə daxil olursunuz. Misal üçün burada gördüyünüz video kartadır və yaxud da ona oxşar bir şeylər. Bugünlük bu qədər. Ümidvaram sual verən zaman bunları yadda saxlayasınız.